Bir neçə günə Məhərrəm ayı başlayır və bununla əlaqədar olaraq toy, nişan və digər şənlik məclislərinin sayında azalma gözlənilir. Bu dövrdə xüsusilə restoranlar, şadlıq sarayları, foto-video xidmətləri və digər tədbir təşkili ilə məşğul olan sahibkarların fəaliyyəti zəifləyir. Bəs Məhərrəmlik dövründə baş verən bu durğunluq həqiqətən iqtisadi itki hesab oluna bilərmi? Today Press TV xəbər verir ki, mövzu ilə bağlı Yeni Sabaha danışan iqtisadçı Xalid Kərimli bildirib ki, təxirə salınan məclislər sonradan keçirildiyi üçün bu proses illik iqtisadi göstəricilərdə nəzərə çarpacaq azalma yaratmır. Məhərrəmlik dövründə əyləncə xarakterli tədbirlərin, toy, nişan məclislərinin sayında müəyyən azalma müşahidə olunur. Lakin bu, həmin xidmətlərə olan tələbatın tamamilə yox olması demək deyil. Sadəcə xərclərin və istehlakın vaxtı dəyişir. Məhərrəmlik müəyyən xidmət sahələrinin aylıq dövriyyəsində müvəqqəti azalma yarada bilər. Bununla belə, həmin dövrdə baş verən dəyişikliklərin xalis iqtisadi effekti adətən çox zəif olur və bəzən müsbət, bəzən isə mənfi istiqamətdə özünü göstərə bilər deyə Xalid Kərimli bildirib.